Salam əziz abituriyentlər. Bugünkü 15 Mart buraxılış imtahanlarının qayda suallarını izah eləmək istəyirəm. Hər birinizə uğurlar arzulayıram. 31-ci sual. Dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı. Nümunəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Birinci, fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Baxaq. Çıxdı, kim çıxdı? Səlim. Hardan çıxdı? Otaqdan. Nə tərzdə çıxdı? Nə isə söyləyərək fe'li bağlama tərkibidir. Dəqiq. Fe'li birləşmədir, bir yanlışdır. Tüt qara hərflə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Bəli, Səlim cümlənin mübtədasıdır və yalnız əsas tərəfdir. 2 doğrudur. Çıxışlı xal şəkilçisili söz tabirlik əlaqəsində asılı tərəfdir. Baxaq. Otaqdan çıxdı, çıxdı hardan? Otaqdan. Bəli, doğrudur. Asılı tərəf idarə əlaqəsində. Belə çıxır ki, 2-3 doğrudur. Haqqında danışılan cümlədən çıxarılsa, yəni Səlim sözü cümlədən çıxarılsa, ismi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Dünənki yarışın qalibi nə isə söyləyərək otaqdan çıxdı formasında olarsa, yarışın qalibi ismi birləşmədir, 3-cü nöqtəyinin söz birləşməsidir və cümlənin mübtədası olar. Doğrudur. Onda ismi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Xəbər tamamlıq və zərfliklə sintaktik əlaqədədir. Cümlədə ümumiyyətlə tamamlıq yoxdur. Ona görə də 5 yanlışdır. Cavab A variantı 2, 3, 4. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı sözlər yazılsa mürəkkəb cümlə alınır. Gedib xaricdə təhsilini artırar, qayıdıb vətənində işləyər. Bu sadə cümlədir. Atası arzusuna çatar, artıq yeni bir qrammatik əsas yaranır. Mürəkkəb olur. Elə orada bir iş tapıb işləyər. Yenə sadə cümlə olar. Biliyi xalqına gərəkli olar. Gərəkli olar nə biliyi? Artıq ikinci qrammatik əsas yaranır. Savadı ilə hamını təəccübləndirər. Yenə sadə cümlə olar. Cavab 2-4. E variantı. Frazeoloji birləşməni müəyyən edin. Cavab C variantıdır. Elə burada da doğru yazılıb. Özündən çıxmaq, əsəbləşmək mənasını ifadə eləyir. Fələk ömrümüzə saldı ayrılıq. Getdin, gözəl. Çox gözlədim, gəlmədin. Feillər eyni zamanda eyni şəkildə işlənmişdi. Bircə dəqiqə. Deməli 31-də A, 32-də E, 33-də C variantı oldu. Fələk ömrümüzə saldı ayrılıq. Getdin, gözəl. Çox gözlədim, gəlmədin. Cümlə mürəkkəb cümlədir. Feillər eyni zamanda eyni şəkildə işlənmişdir. Baxaq. Saldı, getdin, gözlədim, gəlmədin. Düzdür. Feillərin hamısı eyni zamandadır, eyni də şəkildədir. Feilin xəbər şəklindədir. Hal şəkilçisinin tələbi ilə söz kökündə saiti düşmüş isim tamamlıq vəzifəsindədir. Ömrümüz sözü hal yox mənsubiyyət şəkilçisinin tələbi ilə kökündəki qapalı saitini itirib. 2 yanlışdır. 2'lər yanlışdırsa B, E, C variantı atıldı. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ilə ifadə olunmuşdur. Gözəl isimləşmiş sifətdir. Belə çıxır ki, bu da düzgündür. Quruluşca düzəltmə olan feil əmr şəklində, quruluşca düzəltmə olan feil ümumiyyətlə buradakı feillərin hamısı xəbər şəklindədir, əmr şəklində yoxdur. 4 yanlışdır. Cavab oldu 1, 3, 4. D variantı. 34D. 35-ə baxaq. Cümlənin birinin xəbəri məsdər tərkibi ilə ifadə olunmuşdur. Yayın qızmar günlərində şəhərdə qalmaq heç kəsin ürəyincə deyil idi. Burada xeyr. Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Başına ağıl qoymaqdır. Nə? Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Bunu saxlayaq. Çünki burada frazeoloji birləşmə idi. Frazeoloji birləşmədir. Sadəcə feillə ifadə olunub. İndi Mədinənin bacısının həyatdakı ən böyük arzusu oxumaq idi. Nə idi? Oxumaq idi. B variantını hələ ki saxlayıram. Nə idi? Oxumaq idi. Burada məsdərlə ifadə olunub. Nə? Mədinənin bacısının həyatdakı ən böyük arzusu mübtəda. Məktəbə gəlməkdə niyyətləri dua etmək idi. Nə idi? Dua etmək idi. Burada da sırf mürəkkəb feillə ifadə olunub. Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Artıq cavab budur.
nə idi? Uşaqlarını buradan uzaqlaşdırmaq idi. B variantını saxlasam da yenə bayaq dedim ki, frazeoloji birləşmə ilə ifadə olunur, o da mürəkkəb feildir. Cavab E variantıdır 35-də. 36-da hansı nümunədə altından xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? Əvvəlcə deyim ki, Sabir hələ də tapşırıqlar düzgün yerinə yetirməmişdi. Sabir cümlədə ortada gəlib. Əslinə qalsa hər iki tərəfindən vergül qoyulmağı daha doğru idi. Bunu şərtdə, yəni xüsusi vurğulamayıblar. Dostum, Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Dostum, Qabil səhər evdən çıxıb, amma geri qayıtmayıb. Burada dostum sözünü götürərəm. Dostum sözünü. Dostum sözü ola bilər ki, sırf xitab kimi də işlənə. Ola bilər ki, dostum xitab kimi işlənə, Qabil də xitabın əlavəsi ola. Ola bilər ki, dostum sözü mübtəda olsun, Qabil xitab olsun. Onda dostum sözünü iki cür düşünmək olur və cavab B variantı olur.